UEFA Çempionlar Liqasının 5-ci turunda Azərbaycan klubu Qarabağ İtaliya təmsilçisi Napoli ilə qarşılaşıb. Maçın 56-cı dəqiqəsində komanda daxilində gərgin anlar yaşanıb. Maçdan epizodlar və yarım müdafiəçilərin mübahisə anları, penalti epizodu zamanı Marko Yankoviç və Pedro Bicalho arasında qarşıdurma baş verib. Futbolçular bir-birlərinə qəzəbli şəkildə yaxınlaşıblar, amma komanda yoldaşları onları dərhal sakitləşdirərək qarşıdurmanın böyüməsinə imkan verməyib. Mübahisənin səbəbi penalti epizodunda ortaya çıxıb. Marko Yankoviç rəqib futbolçu ilə mübarizədə kobudluq edərək penaltiya səbəb olub. Pedro Bicalho isə rəqib hücumu zamanı komanda yoldaşının mövqe səhvindən narazı qalıb. Yarım müdafiənin mərkəzində tandem təşkil edən bu iki futbolçu ehtimal ki, bir-birlərini günahkar çıxarmağa çalışıblar. Komanda yoldaşlarının müdaxiləsi olmasa, gərginlik daha da arta bilərdi. Görüş Napolinin 2-0 hesablı qələbəsi ilə başa çatıb. Bu gərgin an isə Qarabağın oyununda diqqət çəkən bir epizod olaraq yadda qaldı. Belə gərginliklər komandanın oyun ritminə və ruhuna təsir edə bilər. Xüsusilə yarım müdafiə xəttindəki belə mübahisələr komanda koordinasiyasını poza bilər. İzləyicilər və ekspertlər hesab edirlər ki, bu tip epizodlar oyun zamanı diqqəti yayındırır və taktiki səhvlərə səbəb ola bilər. Sizcə, bu cür gərgin anlar komandanın performansına necə təsir edir? Şərhlərdə fikirlərinizi paylaşın və kanalımıza abunə olun.